Yerin və forma və ölçüləri haqqındadır. Ümumiyyətlə, yerin forma və ölçüləri haqqında ta qədim zamanlardan, belə deyək, Babillər və Şumerlərin dövründən bu yerin forma və ölçüləri haqqında nəzəriyyələr, fərziyyələr ümumiyyətlə mövcuddur. İlk dəfə Pifaqor bunu demişdi. Sonra Aristotel, Eratosfen, Ptolemey kimi alimlər bu nəzəriyyəni, ümumiyyətlə bu fikirləri irəli sürmüşdü. Deməli, artıq zaman keçdikcə daha da məsələn o deyilən fikirlər daha da təkmilləşmiş, daha da belə deyək, reallığa oxşar formada olmuşdu. İlk olaraq məsələn ingilis fiziki Isaac Newton yerin qütblərdən basıq formasında olması, ellipsoid formasında olmasını qeyd etmişdi. Fikir versəz burada görürsüz, bax qütblərdən basıq ellipsoid forması budur. Sonra yəni bunu əsas nəyə gətirmişdi? Çünki yerin müxtəlif uzunluqda radiusu var. Ekvatorunda bir də qütb ətrafı radiuslar müxtəlifdir. Bu kürədən fərqlənir təbii ki. Sonra Listing yerin geoid formasında olması, yerə bənzədiyini qeyd etmişdi. Heç bir həndəsi fiqura uyğun gəlmədiyi üçün. Əsasən geoiddə dəniz səviyyəsinə uyğun hesablanır. Bax, dəniz səviyyəsi üzrə səthdir, suda olan səthdir. Əsasən buna qeyd etmək olar. Yəni yerin relyefi nəzərə alınmır, su səthi nəzərə alınır, dəniz səviyyəsi nəzərə alınır. Bu geoid formasındadır. Sonra kardioid formasında Catterfield demişdi, ürəyə bənzəyir. Əsasən bu fikirlər olmuşdu. Yerin forma ölçülərinə baxsaq, yerin ümumi sahəsi 510 milyon kvadrat kilometrdir. Quru sahəsi 149 milyon kvadrat kilometrdir. Su sahəsi 361 milyon kvadrat kilometrdir. Ekvator radiusu 6378, qütb radiusu 6357, yerin ümumi diametri 12756 metrdir, kilometrdir. Ekvatorun çevrəsinin uzunluğu 40076 kilometr, meridianında isə 40009 kilometrdir. Yerin basıqlığı da 21 kilometrdir. 6378-dən 6357-ni çıxıb 21 kilometrlik, yəni qütb ətrafı ərazilərin basıq olduğunu qeyd etmək olar. Fikir verin, bax burada ekvator çevrəsinin uzunluğu 40076, meridian çevrəsinin uzunluğu 40009, qütb radiusu 6357, ekvator radiusu 6378 kilometrdir. Növbəti dərsimiz kartoqrafik modelləşdirmə və generalizasiyadır. Kartoqrafik modelləşdirmə ümumiyyətlə hər hansı bir hadisə, hər hansı bir prosesin, hadisənin, coğrafi obyektin aydın şəkildə modelinin yaradılmasıdır. Bu ümumiyyətlə xəritələrdə 3 ölçülü modellər, 2 ölçülü modellər, belə deyək də, əsasən bu formada yaradılır. Qlobus özü də yer səthinin modelidir, yer kürəsinin modelidir. Kartoqrafi modelləşdirmə ümumiyyətlə əgər hər hansı bir ərazinin modelini tətbiq etmək istəyirsənsə, nə edirsən? İlk olaraq məkana dair informasiya, bilgilər əldə edirsən, məkana dair məlumatlar toplayırsan, ikinci informasiyanı təhlil edirsən, üçüncü formada isə informasiyanı xəritələr, belə deyək də, təhlildən sonra onun təhlil əsasında xəritələri tərtib edirsən. Kartoqrafi modelləşmənin 3 əsas prinsipi var. Birincisi riyazi əsas, ikincisi kartoqrafik generalizasiya, üçüncüsü isə deməli aidli şərti işarələr. Birincisi məsələn riyazi əsas nədir? Bütün hesablamalar var ki, məsələn proyeksiyalar, dərəcə torları, miqyasdır. Bunlar məsələn coğrafi koordinatlardır. Bunlar riyazi əsasən aparılır. Kartoqrafik generalizasiya ərazinin ümumiləşdirilməsi, kiçildilməsi əsasən bunun fonunda belə deyək aparılır və burada şərti işarələr də hər bir xəritədə təbii ki bu şərti işarələr mütləq şəkildə olur, simvollardır təbii ki. Fikir versəz məsələn kartoqrafik generalizasiya bu ərazilərdə fikir verin, bir bölünsün 25.000 miqyaslı bir xəritədir. Bir bölünsün oldu 50.000 miqyaslı xəritə. Görürsüz, artır. Miqyasın rəqəmi, yəni orada verilən kəmiyyəti artdıqca ərazinin ümumiləşdirilməsi, kiçildilməsi də çoxalır. Fikir verin, burada xəritədə tutduğu yer birincidə daha çoxdur. Yavaş-yavaş azalır. Çünki ümumiləşir daha çox. Bu da axırda görürsüz, bir bölsün 100.000 miqyaslı xəritədə daha kiçik deyədir. Deməli, buradan nə nəzərdə tuta bilərik? Biz bilməliyik ki, xəritələrdə miqyas kiçildikcə ərazi xəritələrdə daha da kiçilir. Yəni, məsələn, böyük miqyasda fikir verin, ərazinin tutduğu xəritədə yerə baxın, kiçik miqyasda baxın. Ona görə bax, bunu da bilmək
vacibdir. Növbəti dərsimiz kartoqrafik proyeksiyalardır. Proyeksiya nədir? Proyeksiya ümumiyyətlə yer səthinin kürə şəklindən müstəvi şəklə çevrilməsidir. Bunu çevirən zaman müxtəlif kürəni müxtəlif dilimlərə ayıraraq belə deyək, onlar arasında olan məsafə doldurulur və nəticədə belə müstəvi bu formadan bu formaya doğru, yəni müstəvi şəkildə xəritələr tərtib olunur. Xəritə ümumiyyətlə tərtib olunan zaman, yəni kürədən müstəviyə çevrilən zaman əsas təriflər yaranır. Bu təriflər hansılardır? Birincisi sahə tərifidir. Sahə tərifi nədir? Sahə müəyyən bir ərazi üzrə müəyyən bir ərazinin böyük göstərilməsidir. Əslində kiçikdir, bu xəritələrdə böyük göstərilir. Məsələn, Qrenlandiya bəzi xəritələrdə elə göstərilir ki, Avstraliyadan da böyük olur. Və yaxud da ki, forma tərifi, materiklər, məsələn, Afrika bəzi ərazilərdə dartılmış, bəzi xəritələrdə isə sıxılmış formada təsvir olunur. Sonra uzunluq xəritələri, məsələn, meridianların uzunluqları bərabər olduğu halda bəzi ərazilərdə bu bərabərlik pozulur. Yəni əyri formada olur və yaxud da uzun olur, biri qısa olur. Bucaq tərifi, meridianlar və paralellər əsasən ekvator üzərində düz bucaq altında belə deyək kəsişir ekvator boyu ərazilərdə. Sonra indi biz burada nəyə fikir verəcəyik? Burada kartoqrafik proyeksiyalarda tərif xüsusiyyətinə görə növləri var. Birincisi belə deyək, bərabər bucaqlı, bərabər sahəli, bir də ixtiyaridir. Bərabər bucaqlı proyeksiya nədir? Bərabər bucaqlı digər adı ilə konform da adlanır. Bərabər sahəli ekvivalentdir. Bərabər bucaqlı proyeksiyalarda əsasən tərtib olunan xəritələr burada necə olur? Burada bucaq tərifi olmur. Fikir verin, adına fikir verin, bərabər bucaq. Yəni burada bucaq tərifi yoxdur. Digər sahə tərifi isə burada nə olur? Belə deyək, olur. Yadda saxlayın ki, xəritələrdə təriflərdən yalnız və yalnız birini azalda bilərik, itirə bilərik. Qalanları itirə bilmərik. Ən azından əgər ikisinin də belə deyək, əgər azaltsaq, yalnız minimuma sala bilərik ikisini. Ancaq birini itirmək olar. Ancaq qalan demək olar ki, ikisini birdən itirəsən, o mümkün deyil. Yalnız və yalnız birin o xəritələrdə tərifi itirə bilər. Tərif nədir? Səhv deməkdir. Yəni həqiqi sahə ilə yerdə olan, xəritədəki olan sahənin uyğun gəlməməsidir, düzgün gəlməməsidir. Bunlar nədə istifadə olunur? Bunlar əslində dəniz belə deyək də nəqliyyatında, aviasiyada, radarlarda istifadə olunur. İlk dəfə bunu kim tərtib eləyib? Herald, Mercator əsasən bunu tərtib etmişdi. 1569-cu ildə bu ilk dəfə bu tərtib edib. Burada deməli necə oldu? Bucaq tərifi yoxdur. Sahə tərifi və məsafə tərifi var, tam tərif olunur. Gəmidə və aviasiyada, havada, yəni təyyarələrdə istifadə olunur. Herald Mercator da 1569-cu ildə ilk dəfə bunu tərtib etmişdi. Sonra bərabər sahəli proyeksiyalar. Burada isə adından bilindiyi kimi bərabər sahə, yəni sahə bərabərdir. Yəni bucaq tərifi var, sahə tərifi yoxdur. Əsasən bunlar ərazilərin, okeanların, materiklərin sahəsinin hesablanması üçün əlverişlidir. Qal və Peterson də ilk dəfə bu proyeksiyadan nə edib? Tərtib edib. Bax, bunları əsas bilmək lazımdır. İndi həndəsi fiqurlara görə silindrik, konus, azimutal, bir də çoxüzlü var. Silindrik proyeksiyada əsasən şəffaf silindrin içərisinə qlobus yerləşdirilir və qlobusun səthi mərkəzi hissədən silindrə toxunur və burada tam açılan zamanda sıfır tərif xətti olur və nəticədə sıfır tərif xətti ekvatordan qütblərə doğru getdikcə artır. Sıfır tərif xətti ekvator xətti, uzaqlaşdıqca isə tərif xətti nə olur? Çoxalır. Bir də ki, bu proyeksiyalarla tərtib olunan xəritələrdə meridian və paralellər hamısı düz bucaq altında kəsişirlər. Yəni bax, burada düz bucaq altında bunların hamısı kəsişir. Konus proyeksiya. Konus proyeksiyada əsasən yenə şəffaf konusun içərisinə yer kürəsi yerləşdirilir. Burada qütb ətrafı və mülayim enlikləri əhatə edən bir hissəni əhatə edir. Burada 60 şimal enliyində və yaxud da 2 paralel olanda 47-62 şimal enliklərinə toxunur. Nəticədə sıfır tərif xəttləri formalaşır. Bu qütb ətrafı və mülayim enliklərin xəritələrin tərtibində idealdır konus proyeksiya və burada proyeksiya özü necə tərtib olunur, necə təsvir olunur ümumiyyətlə? Meridianlar bir nöqtədən çıxan xəttlər kimi
Paralellər isə qövsvari formada fikir verin. Qövsdür, yarım qövs, ümumiyyətlə qövs formasındadır. Qövsvari formada təsvir olunur. Sonra gəldik biz buradan azimutal proyeksiyaya. Azimutal proyeksiya nədir? Azimutal proyeksiya səhtə müstəvinin ortasında bir nöqtə var ki, o nöqtə müstəvinin toxunduğu, kürəyə toxunduğu nöqtədir. O toxunan nöqtə əsasən sıfır tərəf nöqtəsidir. O hər hansı bir, məsələn, şimal qütb ətrafı əraziləri, qütbləri ən əsası, Antarktida, Şimal Buzlu okean kimi ərazilər, sonra yarımkürələri, Afrika, Amerika kimi yarımkürələri, məsələn, bu xəritələri tərtib edə bilir bu proyeksiyada. Fikir verin, burada bir toxunma nöqtəsi var və müstəvi sanki ora toxunur. Fikir verin, burada da var müstəvi qlobusa toxunur və toxunduğu nöqtə sıfır tərəf xətti, daha doğrusu nöqtəsi adlanır. İndi bu necə təsvir olunur xəritələrdə? Əsasən meridianlar radiuslar şəklində, paralellər isə çevrələr şəklindədir. Çevrənin daxilindən radius keçər də, düzdürmü? Mərkəzdən səhtə qədər, yəni kənara qədər. Bir də çoxuclu proyeksiya var. Çoxuclu proyeksiyalar əsasən çox sayda trapeziyalar, yəni kürənin hər hansı bir hissəsi çoxsaylı trapeziyalara bölünərək açılır. Nəticədə proyeksiya kiçik ərazilərin təsviri üçün istifadə olunur, daha kiçik. Topoqrafik xəritələr tərtib olunması üçün istifadə olunur. Tərif azdır, miqyas burada böyük və orta olur. Azərbaycan hansı proyeksiyalardan tərtib olunur? Bərabər bucaqlı konus çoxüzlü proyeksiyalardan istifadə edilir. Demək olar ki, bu proyeksiya daha kiçik ərazilər üçün ideal təsvir, proyeksiyadan istifadə edib ideal təsvir əldə etmək olur. Kartoqrafik təsvir üsullarıdır. Yəni xəritələrdə hər hansı bir mövzu üzrə təsvirlər olursa, bu kartoqrafik təsvir üsullarla aparılır. Birincisi keyfiyyət fonu üsuludur. Bu təsvir üsulu ərazinin keyfiyyətinin əlamətini görə fərqləndirir. Yəni bu fərqləndirmə əsasən daha çox belə deyək də rənglənmə ilə də aparılır. Yəni bir əraziyə aid olan, bir ərazidə olan xüsusiyyətin çoxdan azdan çoxa dəyişməsini belə deyək təsvir edir. Məsələn, fiziki xəritələrdə düzənlik ərazilərdən dağlıq ərazilərə doğru getdikcə görürsüz, bunun rəngi dəyişir və keyfiyyət dəyişir. Hündürlük artıraq, keyfiyyət də dəyişir. Ondan sonra yağıntı azdan çoxa doğru dəyişir. Bax, bunlar bu tipli xəritələrdə yadınıza salın. Bunlar keyfiyyət fonu üsulu ilə tərtib olunan xəritələrdir. İqram xəritələri, yaylılar, yüksəkliklər. Sonra hərəkət xəttləri üsulu nədir? Hərəkət xəttləri hər hansı bir coğrafi obyektin hərəkət istiqamətini təsvir edən xəritələrdir. Burada harda görürüz ki, ox işarələri var, belə işarələr, bu formada işarələr. Bunları bilin ki, hərəkət xəttləri üsulu ilə tərtib olunur. Avtomobillərin, qatar, təyyarənin hərəkət istiqamətini də göstərə bilir. İzoxəttlər üsulu, eyni xəttlər, məsələn, fikir verin, horizontallar, izogipslər, izogeytlər, bax bu izoterimlər, izobarlar, bax bunlar əgər görürsünüzsə xəritədə, bilin ki, bu izoxəttlər üsulu ilə də təsvir edilir. Fikir verin, illik temperaturun dəyişməsini göstərən bir belə deyək xəritədir. Ümumiyyətlə horizontallarla təsvir olunur izoxəttlər. Areal üsulu nədir? Areal üsulu isə hər hansı bir ərazidə deməli yayılan bitki və heyvanat aləmi və yaxud da hər hansı bir ərazidə yayılan bitki növünün belə deyək, yayılma zonasını göstərir, sahəsini göstərir. O müxtəlif rənglərlə əsasən rənglənir və şərti işarələrlə göstərilir. Məsələn, fikir verin, tutaq ki, burada birə baxın, bir məsələn buzlaqların olduğu hissədir. Nə bilim, 2 alp subalp çəmənlikləridir, bu fikir verin burada. Görürsüz, bunlar məsələn, yəni müxtəlif areal üsulunun əsas xüsusiyyəti odur ki, rənglərlə bitki və heyvanat aləminin yayılma arealını göstərir. Nöqtələr üsulu nədir? Nöqtələr üsulu isə adi adından da göründüyü kimi hər hansı bir coğrafi prosesin nöqtələrlə ifadəsidir. Bu da əhalinin, hər hansı bir, nə bilim, heyvan növünün, hər hansı bir xüsusiyyətinin yayılmasının sayını göstərir, sıxlığını göstərir, kəmiyyət göstərisini göstərir ki, bu da nöqtələr üsulu ilə aparılır. Məsələn, bu nöqtə, bir nöqtə müəyyən rəqəm bildirir. Nöqtələr daha çox sıx olanda ərazi daha sıx olur, daha seyrək olanda daha seyrək olur.
Ərazinin ümumiyyətlə sayını da bilə bilərsən. Məsələn, bir nöqtə tutaq ki, 100 nəfərdirsə, 3.300 nəfərdir. Bax, belə də hesablamaq mümkündür. Xəritə sxem nədir? Xəritə sxem ən anlaşılan, burada açar söz anlaşılan, əyani üsulla sadələşdirilmiş və ümumiləşdirilmiş formada təsvirdir, şərti işarəli təsvirdir. Bu arada ən çox belə deyək də, qrafik təsvirlər də istifadə olunur. Bunlarda sxemlər də əlavə olunur. Məsələn, burada fikir verin, İçəri şəhərin belə bir xəritəsi var. Burada belə bir topoqrafik xəritə var ki, bunlar əsasən belə deyək də, xəritə sxemlə təsvir olunur. Yəni xəritə ilə sxemlər birləşir, əyani, anlaşılan, sadə formada, ümumiləşdirilmiş formada təsvir olunur. Sonra kartot diaqram üsulu var. Diaqramlarla xəritələrin birləşməsidir. Burada diaqramların tərkibində üçbucaq, dördbucaq dairə formada belə deyək, fiqurlar yaranır. Fiqurlar daha çox ərazinin kəmiyyət göstəricilərini əks etdirir. Yəni hansı ərazinin hansı belə deyək, göstərici neçə faiz yayılıb, neçə faiz. Yəni ümumiyyətlə bir sözlə belə desək ki, bu ərazilərdə əsasən kəmiyyət göstəricilərinin əyani belə deyək də təsvir edir. Kartot diaqram üsulu. Növbəti üsul isə kartoqram üsuludur. Bu isə bir xəritə deyil, bir vizual əks etdirən bir təsvirdir. Burada nədir? Hər hansı bir ştrixlərlə, rənglərlə, nöqtələrlə hər hansı bir ərazinin belə deyək də məlumatını göstərir. Burada sxem, rəng, müəyyən işarələr də bunu göstərir ki, həmin ərazidə olan, məsələn, tutaq ki, əkinçilik yaxud da məhsuldarlıq göstəriciləri fərqlidir. Məsələn, burada tutaq ki, 1 hektara 5 ton verən torpaqdırsa, bu 2 ton verən, bu 3 ton verən. Hər biri də ayrıca belə də ştrixlərlə nə olur? İzah olunur, yəni orada təsvir olunur. Növbəti mövzumuz qrafik təsvirləri, anamorfoz xəritələri və s.dir. Deməli, qrafik təsvirlər müəyyən bir məlumatı, müəyyən bir ərazi, ümumiyyətlə də qrafik təsvirlərdə ərazidə coğrafi məlumatın təqdim olunması üçün istifadə olunan bir vasitədir. Qrafiklərdə özdə xətti, dairəvi, sütunlu, bir də ki, dedik ki, xətti, dairəvi, sütunlu, bir də sahəvi. Deməli, bunların onun növüdür. İndi xəttidə nədir? Xəttidə bu əsas açar sözlərə diqqət edin. Statistik məlumatı əyani təsvir edir. Yəni, hər hansı bir məlumatı əyani şəkildə verilən rəqəmlərlə qoyur ortaya və sən əyani şəkildə görürsən ki, ərazidə olan gedişat necə olub illər ərzində təbii ki. Bu adlanır qrafik təsvir. Yəni, qrafiklə də göstərilir. Dairəvi nədir? Dairəvidə əsas açar söz nisbəti əyani şəkildə göstərir. Yəni, nisbət var. 50-nin 50-yə, 40-ın 60-a, 59-un 41-ə. Bax, belə nisbət var. Bu, yəni, bunun da açar sözü budur. Dairəvi diaqramlarda bunlar əsasdır. Nisbətdir. Birin digərinə olan nisbətini əyani şəkildə göstərir. Sonra, sütunlu diaqramlar var. Sütunlu diaqramlar nədir? Sütunlu diaqramlarda əsasən kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur sütunlardan. Məsələn, burada Azərbaycan, bu səhv eləmirəmsə köhnədir, iqtisadi rayonların sayı göstərilib burada və bu görürsən ki, burada yox, bu yenidir. Məsələn, Bakıdır, ən çox hansıdır? Məsələn, Qarabağdır. Burada fikir verirsək, Qarabağı tapsaq, bu nədir? İnzibati rayonların sayıdır. Burada inzibati rayonların sayı məsələn göstərir. Əslində Qarabağ çox olmalıydı. Burada nə edir? Rayonun sayı təsvir olunur. Nəysə də, bax, burada bu diaqramlardır burada əsasən. Sütunların müqayisə. Əsas, yəni burada açar söz müqayisə etmək üçün istifadə olunur. Yəni müqayisə əsaslıdır. Belə, sütunlu diaqram əsas kəmiyyətləri müqayisə etmək üçün istifadə olunur və bunu diqqətlə yadda saxlayın. Yəni, bu formada belə bir məsəl üçün qoymuşuq ki, görün, belə sütunlarla göstərilir ki, məsələn, hansı daha çoxdur, hansı daha azdır, bax, bu formada. Sahəvi nədir? Sahəvi isə ərazi üzrə ümumiyyətlə verilən kəmiyyətin tutduğu sahəni ifadə edir. O da necə olur? Birinci verilən kəmiyyətlər qeyd olunur, sonra onlar arasında xəttlər çəkilir. Nəticədə həmin xəttləri biz belə deyək də arasında xəttləri birləşdiririk və nöqtələri birləşdiririk xəttlərə və onlar arasında qalan məsafəni biz rəngləyirik, olur sahə. Daha çox tutan sahə
tutan sahənin kəmiyyəti çox, daha az olan isə daha az olur. Yəni bir sözlə bunu sahə ilə bizə təqdim edən diaqramlar sahəvi diaqramlardır. Sonra sektor bucağının hesablanması. Bu nədir? Bu dairəvi diaqrama aid olan bir xüsusiyyətdir. Burada məsələn birinci nə edirik? Birinci məsələn deyirik ki, tutaq ki, mən elə burdan deyim 10 hektar ümumi yerim var. 12 hektarın əkmişəm. Deyirəm bunun sektor bucağını tapım nə qədər tutur? Deməli birinci nə edirik? 2 hektarın 10 hektar içərisində neçə faiz tutduğunu tapırıq. Yəni 2 hektar x-dirsə 10 hektar 100%-dir. Yəni biz burada bilirik ki, 100% 10 hektarımızda tam olanımız budur. 2 hektar ayırdımsa nə qədər qaldı burada? Oldu 20%. Deməli o 20% bunun nə oldu? Faizi. Sonra indi sektor bucağını tapanda isə vurursan 20%-i 360-a, bir də indi isə bölürsən 100-ə. Yenə bunları vurdun, elədi nə qədər? Elədi 72%. Bax belə. Yəni burada nə elədi? Birinci dəfə ilk olaraq bunu 100-ə deməli vurduq, sonra 100-ə böldük. Bax bu formada. Birinci nə edirik? Ərazinin ümumi ərazidə faizini tapdıq. Həmin o faizi də vurduq 360-a, böldük 100-ə. Bu olur sektor bucağının tapılması. Sonra bir də burada anamorfoz xəritələr var. Anamorfoz xəritələrdə diqqətli olaq. Bu deyir ki, hər hansı bir bu tipli xəritələrdə statistik məlumatlar əsasında tərtib olunan xəritələrdir. Bu anamorfoz xəritələr ənənəvi xəritələrdən fərqlənir. Çünki riyazi statistik əsasında hesablanır, tərtib olunur. Məsələn, dünyanın əhali sayına görə fikir verin, Çin, Hindistan daha çox qabarıqdır. Digər məsələn, zəif olan ölkələr azdır. Çox olan ölkələr çoxdur. Sonra meşə ehtiyatına görə görün, Braziliya, Rusiya, Kanada, ondan sonra Mərkəzi Afrika ölkələri, bax bunlar. Həm içməli suya görə yenə də bax fərqlənən ölkələr var ki, bunlar yəni riyazi statistik məlumata əsaslanır. Yəni hər hansı bir ənənəvi xəritə ilə əlaqəsi yoxdur. Sonra coğrafiya informasiya sistemləri CIS-dir. İlk dəfə 1960-cı ildə Roger Thomson tərəfindən gətirilib. Əsasən burada yəni bunu yadda saxlayın ki, informasiyanın yadda saxlanılması, emal edilməsi, rəqəmsal xəritələrin tərtibatı bu informasiya sistemlərində saxlanılır əsasən. Coğrafiya informasiya sistemlərində. Növbəti dərsimiz kartoqrafik tədqiqat metodlarıdır. Kartoqrafik tədqiqat metodlarını əsasən biz vizual, kartometri, qrafik təhlilləri aid edəcəyik. Vizual nədir? Vizual təhlil ərazinin vizual şəkildə relyefin, sahə şəbəkəsinin, iqlimin, bitkisin, dağın, düzənliyin ümumi şəkildə vizual şəkildə görürsən və onun üzərində təhlil aparırsan. Məsələn, necə? Tutaq ki, bir dənə fiziki xəritə götürmüsən. Bir dənə fiziki xəritən var. O xəritə üzərində məsələn A-dan B-yə qədər xətti ərazini araşdırırsan. Burada məsələn A-dan B-yə qədər ərazini araşdıranda ilk olaraq riyazi əsasını müəyyən edirsən. Miqyasın, coğrafi koordinatın ərazinin, miqyasın, ona xəritədəki nə qədər yer tutduğu olan o hissəni qeyd edirsən. İkinci, bu nə ilə təsvir olunub? Nəyi var? Hansı üsulla təsvir olunub? Keyfiyyət varmı? İzoxətlər varmı? Hərəkət xətləri varmı? Bunlara baxırsan. Üçüncü, ərazi haqqında ümumi məlumatlar toplayırsan. Yəni baxırsan ki, hə bax bu məlumat var, bu var, bu var. Sonunda isə nəticə çıxardırsan. Məsələn, deyirsən ki, tutaq ki, bu ərazilərin qismən dağlıq, əsasən də düzənliklərdən ibarətdir. Yəni bu ərazilərdə bunlar var. Yəni ümumi bu topladığın məlumatlardan ümumi nəticə çıxardırsan. Birinci nə etdin? Birinci riyazi əsası müəyyən etdin. İkinci, həmin ərazinin təsvir üsulu, hansı üsullarla tərtib olunub o xəritə üzərində. Bir də ki, ümumi belə deyim, məlumat qeyd elədin və sonunda isə nəticə çıxartdın. Bax bu mərhələ ilə bu proses baş verir. Kartometrik təhlil nədir? Əsasən coğrafi ümumiyyətlə riyazi əsaslanır. Koordinatların təyin olunması, hündürlük, uzunluq, sahə, istiqamət, miqyas, dərəcə toru, məsafələrin ölçülməsi, kəmiyyət göstəriciləri ilə bağlı təhlildir. Lokal və qlobal var. Lokal nədir? Kiçik məsələn bir çayın belə deyək, uzunluğu. Bir də var ki, qlobal böyük bir çay şəbəkəsinin, nəhəng bir çay şəbəkəsinin belə deyək, uzunluğu olur qlobal. Yəni daha böyük əraziləri əhatə edən hesablamalar
adlanır qlobal. Qrafik nədir? Qrafik də əsasən profillə aparılan bir təhlil vasitəsidir. Profil ümumiyyətlə hər hansı yer səthinin yandan en kəsiyidir, yəni kəsilmiş hissəsidir. Fikir verin, bu ərazinin A-dan B-yə bu formaya salınmasıdır bu qrafik təhlil. Bununla da məsələn ərazinin belə deyək süxurlarının yatım ardıcıllığı və yaxud da ki, belə deyək hündürlüyü, meylliliyi, bu məsələlər ön planda olur. Yəni bunları biz burada öyrənə bilirik. Növbəti dərsimiz xəritələrin təsnifatıdır. Xəritə nədir? Yer səthinin hər hansı bir hissəsinin təsviri, miqyaslı, kiçildilmiş, sonra generalizasiyaya məruz qoyulmuş şərti işarəli təsviridir xəritələr. Xəritələrin belə deyək, təsnifatına baxsaq, miqyasına görə, məzmununa görə, bir də ərazisinə görə bölünür. Miqyasına görə xəritələr 3 yerə bölünür. Böyük miqyaslı, deməli 1/10.000-dən 1/200.000-ə qədər topografik xəritələr də adlanır. Orta miqyaslı 1/200.000-dən 1/1 milyona qədər bu icmal topoqrafidir. Kiçik miqyaslı 1/1 milyondan daha kiçik bu icmal xəritələr adlanır. Deməli, məzmununa görə ümumi coğrafi, tematik və kompleks xəritələr adlanır. Ərazi əhatə etməsinə görə dünya yarımkürələr, materik və okean hissələri ölkə və onun hissələrinə ayrılır. İndi gəlin məzmununa görə ümumi coğrafi xəritələr nədir? Ümumi şəkildə təsvir olunan, bütün komponentlər təsvir olunan xəritələr ümumi coğrafi xəritələrdir. Məsələn, bura fiziki, iqtisadi xəritələr bura daxildir. Yəni orada çay var, göl var, hamısı eyni səviyyədə təsvir olunub. Yəni hər hansı bir şey qabardılmayıb da burada. Yəni eyni dərəcədə təsvir olunur bu topoqrafik xəritələrdə, ümumiyyətlə fiziki xəritələrdə. Tematik xəritə nədir? Hər hansı bir mövzuya aid, hər hansı bir belə deyək, prosesə aid daha qabarıq şəkildə təsvir olunan xəritələr adlanır tematik xəritələr. Məsələn, əhalinin sıxlığı. Burada əhalidən başqa bir şey yoxdur ki, ancaq əhalidir. Əhali harda, hansı ölkələrdə sıxlıqsa onu göstərir. Yəni bir mövzudan, bir belə deyək də, hadisədən danışırsa bu tematikdir. İqlimdir, torpaqdır, bitki örtüyüdür, əhalidir, kənd təsərrüfatıdır və s. bunlar aiddir tematik xəritələrə. Kompleks xəritələr isə bir və yaxud da bir neçə komponentin daxil olduğu və təsvir olunduğu xəritələr kompleks xəritələrdir və onlar da bir-birindən təbii ki, əlaqəlidir. Məsələn, fikir verək, sinoptik xəritələr. Sinoptik xəritələrdə nələr var? Məsələn, temperatur var, təzyiq var, bulud var, fikir verin, külək var, küləyin istiqaməti var, yağış var, qar var. Görürsünüz, bir neçə komponent burada təsvir olunub bu sinoptik xəritələrdə. Bəs bura baxaq, ən müfəssəli təbii zona xəritəsi. Fikir verin, heyvanlar var, burada torpaq var, burada təbii zonası var. Yəni hansı təbii zonada hansı ərazilər var. Bax, bunların özü belə deyə adlanır kompleks xəritələr. Bir də miqyasına görə xəritələr 3 yerə bölünür dedik. Dedik topoqrafik böyük miqyaslı, sonra icmal topoqrafik orta, icmal isə kiçik miqyaslı xəritələrdir. Xəritənin riyazi əsasları nədir? Bunlara diqqət edək. Miqyas, dərəcə turu, proyeksiya. Yəni sırf hesablamaya əsaslanan xəritənin hansı hissələri var budur. Bir də sırf coğrafi hissəsi var. Relyefdir, hidroqrafik şəbəkədir, yaşayış məntəqələridir. Hidroqrafik şəbəkə deyəndə, yəni su şəbəkəsi, çay şəbəkəsi, belə deyək. Çay belə deyək də şəbəkəsi, çayların yayıldığı sahə adlanır hidroqrafik şəbəkə.